Salam, hər vaxtınız xeyirli və uğurlu olsun. Əziz bizim səda izləyiciləri, xoş gördük sizləri. Deyirəm, bu maraq ki var, hərdən adamın başına iş açsa da çox yaxşı xüsusiyyətdir. Elmdə yeniliklər, həyatda irəliləyişlər də elə həmin bu marağın sayəsində baş verir. Uşaqlar da dünyanı suallar vasitəsilə qavrayırlar. Böyüdükcə maraq dairələri də genişlənir. Əgər övladınız indi sizə aramsız suallar verirsə, bu yaxşılığa işarədir. Odur ki, onu başınızdan etməkdənsə, suallarına təmkinlə izah verin. Bilmək olmaz, bəlkə də gələcəyin alimini, ziyalısını, yaxud da görkəmli siyasətçisini yetişdirirsiniz. Elə əməkdaşımız Türkiyənin sıradakı süjetinin qəhrəmanları da tələbələrdir. Niyə tələbələr? Çünki bugün bütün dünyada tələbələr günü qeyd olunur. Bu günün özəlliyi haqda daha ətraflı sıradakı reportajdan biləcəksiniz. Həyatımızda unudulmayan günlərdən biri də tələbəlik illərdir. Bir vaxtlar mən də bu qapıdan tələbə kimi girmişdim. Bugün isə Lider televiziyasının əməkdaşı olaraq tələbələr günündən reportaj hazırlamaq üçün girəcəm. Gəlin elə bir günlük də olsaq, onlarla birlikdə tələbə həyatına yenidən qaydaq. İllərdir ki, 17 noyabr Beynəlxalq Tələbə Günü kimi qeyd olunur. Bu tarix 1946-cı ildə Praqada Çex vətənpərvər tələbələrin il dönümünə həsr olunmuş Beynəlxalq Tələbələr Konqresində təsis edilib. Beynəlxalq Tələbə Günü gənclik, romantika, şənlik günü kimi dünyanın bir çox ölkələrində keçirilir. İndi Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsindəyik. Tanış olacağımız tələbələr isə ikinci kurslardır. Elə isə vaxt itirmədən, dərs başlamadan tələbələrimizlə yaxından tanış olaq. Görək tələbəlik həyatı necə keçir? Adətən gününüz necə başlayır, dərsiniz necə başlayır? Günümüz adətən mən həm də fakültə gənclər təşkilatının sədriyəm. Səhər saat 10-dan axşam saat 8-ə qədər universitetdə oluram. Dərsimiz başlayana qədər əsasən təşkilatda tədbirlərimiz olur. Uşaqları həmin tədbirlərə cəlb edirik və daha sonra da dərslər olur, dərslərdə iştirak edirik. Belə, mən bir sualım var ki, bax, yaxşı tələbə olmaq üçün, tələbə olmaq istəyənlərə nə deyə bilərdir? Necə yəni? Nədən başlamaq lazımdır? Ən əsası vaxtlarını düzgün bölməlidirlər, dərsə, istirahətə düzgün zaman seçməlidirlər. Deyirlər, bu illərdə tələbənin iki evi olur. Biri yataqxana, biri də kitabxana. Tarix fakültəsinin ikinci kurs tələbəsi Vüqar isə gününün çoxunu elə oxu zalında keçirir. Hər bir tələbə çalışır ki, kollektivində yüksək bal alsın. Bu imtahan balına çox təsir etdiyi üçün ola bilər. Mən də özüm elə burada kollektivuma hazırlaşırdım Azərbaycan tarix fənnindən. Üçüncü kurs kimya fakültəsinin tələbələri ancaq qızlardır. Onlar deyir ki, tələbəlik hissini yaşamaq dünyanın ən böyük xoşbəxtliyidir. Biz bir başqa fakültələrdən bir çox şeylərdə fərqlənirik. Çünki biologiya fakültəsi, ekologiya fakültəsi, onlar yəni ki, ola bilər ki, hansısa tək sahə üzrə də gedə bilərlər, amma bizim sahəmiz ümumiyyətlə çox genişdir. Tələbə olmaq necə hissdir bəs? Gününüzü başqa cür, dərsdən başqa necə keçirirsiniz? Bizim fakültədə belə çox qız olmağına baxmayaraq qız-qıza çox maraqlı olur da. Yəni həm dərsdən əlavə, həm dərsdən kənar, həm də deyib gülməyimiz, qızlarla müxtəlif vaxt keçirməyimiz, müəllimlərlə söhbətlərimiz, yəni bunların hamısı özü fəxr hissidir olur. İndi gəldik tələbələrin ən çox sevdiyi məkana, yəni yeməkxanaya. Tələbələrin boş vaxtı olanda onları harda tapmaq olar? Təbii ki, yeməkxanada. Gəlin yaxınlaşaq görək onların günü necə keçir burada. 4 il ərzində ən çox nə yadda qaldı, nəyi xatırlayacaqsınız? Demək olar ki, ən çox bufet yadda qalır. Bufetdə olan hadisələr, fərqli insanlar tanıyırıq da burada. Hərəkətdə öz aramızda olan söhbətlər, yəni olur qeybətlər, belə olur da uşaqlar haqqında ona baxırıq, buna baxırıq. Biz də gəldik bir xanımımızın ad günü süfrəsinə, tələbə süfrəsindən üstünə çıxdıq, belə deyək. Təbrik edirik sizi. Çox sağ olun. Siz də hansı fakültəydiniz? Siz də kimya fakültəsi. Bax, bu 4 ildə demək olar ki, ad günlərinizdə yəqin ki, hamınız bir-birinizin yanında olmuş. Bax, necədir, tələbə olmağa dəyər, gözəlistdirmi? Dəyər, çox dəyər. Uşaqlar da mehriban olmuşdu. Necə keçdi bu 4 iliniz? Maraqlı keçdi uşaqlarla. Yəni, belə əyləncəli keçdi. Həm çətin oldu. Həm oxuduq, həm əyləndik. Həm oxuduq, həm əyləndik.
Tələbəlik həyatını yataqxanada keçirən gənclər də az olmur. Onların isə ən yadda qalan günləri yataqxana ilə bağlı olur. Çətin tərəfi ilə yanaşı çox maraqlı həyat tərzidir. Biz evə gedəndə biz öyrəşmişik ki, evdə hazır yemək olur və yaxud hər şey hazır olur, amma evə gedəndə biz məcburuq özümüzə yemək qayırmaq, təmizlik işləri, sabahın dərslərini oxumaq ona görə biraz çətin olur. Yurd həyatı, hər axşam yığışıb müxtəlif oyunlar və yaxud söhbətlər, hamısı qız olduğuna görə daha maraqlı olur. Tələbəlik həyatında təbii ki, hər şey ideal ola bilməz. Dərsə girən aktiv tələbələrlə yanaşı dərsdən qaçan tələbələr də az olmur. İndi demək olar ki, dərsdən qaçan tələbələrin yığışdığı, gizləndiyi bir məkandayıq. Girək onların da tələbəlik həyatı ilə tanış olaq, onları da biraz yaxından tanıyaq. Yəni müəllim biraz gecikməyindən istifadə edib dərsdən qaçmışıq, oturmuşuq burada çay süfrəsində çay içirik. Dərsdən qaçan tələbəsi sizdə? Baxırda məsələn, qaçmaq deyəndə ki, əsasən dərsdə oluruq, amma ki, çətin şəraitdə qalanda məsələn, 0 almaqdansa qayıb almağı üstün tuturuq. Belə, bugün bir günlük də olsa bizimlə birgə o unudulmaz günlərə qayıtdınız. Müasir gənclərin gününün necə keçdiyi ilə, zamanla dəyişən tələbə həyatı ilə yaxından tanış oldunuz. Ailəsinə layiq olan tələbə olmaq hər bir gəncin arzusudur. Bəlkə də bugün mənim tələbə kimi çəkdiyim gənclər bir gün ölkəmizin qüdrətlənməsi uğrunda mühüm şəxslərdən birinə çevriləcək. Bunu isə təbii ki, zaman göstərəcək. Türkan Mahmudova, Ülvi Rəhimov, Lider TV. İnsanlar daim kamilliyə can atıblar. Bu, özünə hər sahədə büruzə verir. İstər elmdə, idmanda, rəsmdə, istərsə də incəsənətdə olsun. Müasir texnologiyalar əsrində teatra, kinoya, hər hansı sərgiyə getməyə vaxt itkisi kimi baxanlar da az deyil. Belə praqmatik düşüncəli insanlar var, onları buna görə qınamaq da düzgün deyil. Çünki hər kəsin ehtiyacları fərqlidir. Kimin üçün maddi tələbat öncəlik təşkil edir, kimin üçünsə mənəvi. Kimi də ruhunu evdə, yumşaq divanda rahatca əyləşərək kompüter və internet vasitəsilə qidalandırmağa üstünlük verir. Hər kəs seçimində azaddır. Bircə onu deyə bilərəm ki, canlı ünsiyyətin yerini heç nə vermir. Bu, incəsənətə də aiddir. Babək də sıradakı süjetində bizi yeni yaradılan bir teatrla tanış edəcək. Gəlin bir yerdə baxaq. Sən mənim kimi gözəl gökçək, şişə kimi gəlinin qədrini bilmədin. Yerə soxum səni. Ağzı şirin olsun. Teatr incəsənətin bir növü olub, hiss, fikir və emosiyaların aktyor tərəfindən tamaşaçılara ötürülməsini əks etdirir. Elə bu sözün Yunancadan tərcüməsi də teatron, yəni tamaşa yeri və ya tamaşa etmək mənasını verir. Ölkəmizdə xüsusilə də gənclərin bu sahəyə marağı böyükdür. Son zamanlar teatr sənətində atılan addımlar və tamaşalarda edilən yeniliklər bunu sübut edir. Bu günlərdə daha bir müstəqil teatrda fəaliyyətə başlayır. Yeni yaranan Ado Teatrının açılış mərasimində ilk premyera fərqli bir janrda hazırlanan və tamaşaçıların diqqətini cəlb edən stop tamaşası idi. Stop tamaşasında sözlər yoxdur, aktyorlar yalnız hərəkətlərdən danışmayaraq biz fikrimizi çatdırmaq istəyirik tamaşaçıya və bu teatrın fərqi odadan odur ki, burada artıq tamaşaçılar birbaşa olaraq hadisənin mərkəzində olacaq, yəni düz hadisənin mərkəzində tamaşaçılar olacaq və biz tamaşaçılarla ünsiyyətə keçəcəyik. Təbii bu Avropada, başqa ölkələrdə bu tip teatrlar var, amma Azərbaycanda bir o qədər də yoxdur. Yəni birinci dəfədir bu və biz istədik ki, Azərbaycanda artıq bu ənənəni formalaşdıraq. Uzun müddət Fransada yaşayıb aktyorluq təhsili alan Elza Furtado da öz karyerasına Azərbaycan səhnəsində davam edir. Onun tamaşadakı rolu digərlərindən xeyli fərqlənir. Tamaşanın 18 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulması məni heç də qorxutmur. Bu mənim rolumdur və lazım olsa yenə oynaya bilərəm. Əsas odur ki, tamaşadakı fikri tamaşaçıya düzgün çatdırasan. Bizim bugünkü məqsədimiz də insana xas mənfi xüsusiyyətləri göstərib onları bu əməllərdən çəkindirməkdir. Oda teatrının yeni stildə hazırladığı stop tamaşası artıq start götürüb. Tamaşanın qəhrəmanlarından biri artıq öz rolunu oynamağa başlayıb. Biz danışmayacağıq. Göstərəcək şüarı ilə səssiz nümayiş edilən tamaşada tamaşaçılar da hadisələrin iştirakçısına çevrildi. ...45 dəqiqə davam edən tamaşanın sonunda aktyorlarla tamaşaçılar arasında fikir mübadiləsi aparıldı. Onların arasında əyləşən peşəkar aktyorlar da müəllifə öz məsləhətlərini verib uğurlar arzuladılar.
Mənim üçün xoş oldu, maraqlı oldu ki, uşaqlar yeni bir eksperiment eləyib, maraqlı bir tamaşa qoyub. Hər bir yeni baxış, yəni fərqli baxış mənim üçün maraqlıdır və mən onları dəstəkləyirəm, uğurlar arzu edirəm və bu cəsarət istəyirəm ki, quta bitməsin, daha da cəsarətli olsunlar və yeni tamaşalar gözləyirəm. Tamaşanın başından sonuna qədər öz qeyri-adi çıxışı ilə fərqlənən aktyor Anar Əliyev də tamaşadakı rolunun mahiyyətini belə izah etdi. Burada mənim rolum həyatda hər bir olan şeyləri görüb, amma hər şeyə etinasız yanaşan bir insan. Sadəcə öz həyatını yaşayan bir insan. Yekundakı ifası nədən ibarətdir? Yekundakı ifam, yekunda son çıxışda bəli, şübhəsi, əlbəttə ki, mən tamamlayıram yekunda. Budur ki, yəni həyat davam edir. Orada ölüm hadisəsi baş verir, cinayət olur artıq. Amma mənim sonuncu gəlib gedişim o deməkdir ki, yəni həyat davam edir. Yəni insanlar yenə olduğu kimi nəyin, həyatda nələrin olmasına baxmayaraq yaşam tərzlərinə davam edirlər. İlk tamaşa olmasına baxmayaraq tamaşaçılar gənc aktyorların zəhmətini müsbət qiymətləndirib maraqlı bir tamaşa olduğunu vurğuladılar. Özüm ilk dəfə idi gəlirdim və Ado teatrının ilk tamaşasına görə çox maraqlı idi. Belə fərqli tamaşaların olmasını istərdim, çünki həqiqətən olmamış bir tamaşadır. Çox maraqlı idi, ilk dəfə baxanda maraqlı idi. Gənclərin bu cəsarətli addımı və ərsəyə gətirdikləri tamaşa həqiqətən də təqdirə layiqdir. Elə biz də öz növbəmizdə yeni fəaliyyətə başlayan bu teatrın gələcək fəaliyyətlərində uğurlar arzu edir, tamaşaçı sayının çox olmasını diləyirik. Babək Zeynal, Rahim Mustafayev, Lider TV. Uşaqların gələcəkdəki seçimləri əslində uşaq əyləncəsi kimi baxdığımız məşğuliyyətlərindən əhəmiyyətli dərəcədə asılıdır. Kimisi rəng, kimisi musiqi duyumu ilə seçilə, bəzən də övladınız riyazi təfəkkürü ilə yaşıdlarını qabaqlaya bilər. Bu zaman böyüklər diqqətli olmalı, uşaqları düzgün istiqamətləndirməlidirlər. Görünür, Vüqarın sıradakı süjetinin qəhrəmanının bu sarıdan bəxti gətirib. Özü də incəsənət həvəskarı olan bu əməkdaşımız bu dəfə bir rəssamın sənətindən söz açacaq. Qeyd etməliyəm ki, onun yaratdığı əsərlər həm də özünə məxsusluğu ilə seçilir. Bu özəlliyin nədə olduğunusa süjeti izlədikdən sonra biləcəksiniz. Beləliklə, diqqətiniz Vüqarda olsun. Fashion şəkil dəb dünyası haqqında çəkilən fotolardır. Bu şəkilləri çəkməkdə əsas məqsəd isə çəkilişlərdə dəblə əlaqəli olan hansısa bir geyimi və ya aksesuarı nümayiş etdirərək insanların diqqətini cəlb etməkdir. Belə şəkilləri biz adətən jurnalların üz qabıqlarında görürük. Çəkilişlərdə isə peşkar modellər çəkilir. Neçə ildir peşkar fotoqraf kimi çalışan Asif Bəşirov üçün fashion şəkillər sənətində önəmli yer tutur. Fotoqraflığın bir neçə janrında işləyən Asif deyir ki, dəbli şəkillər çəkmək asan iş deyil. Çünki belə fotolar çəkmək üçün həm bu sənətin sirlərini bilməlisən, həm də yaradıcılıq potensialın olmalıdır. Həmişə dəb arxasınca qaçmalısan. Hər dəfə izləməlisən, hər dəfə axtarmalısan, araşdırmalısan, qeyri-adilik ortaya qoymalısan. Çünki bu sənət dünyada, hal-hazırda fotoqrafçılıq sənəti dünyada həddən artıq çox yayılıb. Təkcə çəkim deyil də, sən geyimi mükəmməl şəkildə bilməlisən, geyimləri sintezini mükəmməl şəkildə bilməlisən. Dəbi daha dərindən maraqlanmalısan, izləməlisən, araşdırmalısan. Bu daha çox önəmlidir. Fashion fotoqraf studiyada çəkiliş edən zaman bəzi məqamlara fikir verməlidir. İşıqlandırma sistemindən tutmuş ən xırda nüanslara kimi. Fotoqraf çəkilən şəkillərdə məhsulu qabartmaqla yanaşı modelin üz cizgilərini, saç düzümünü, emosiyalarını aydın şəkildə nümayiş etdirməlidir. Fashion şəkil foto çəkiliş prosesinin ən kreativ və maraqlı istiqamətlərindən biridir və fashion fotoqraflığının digər janrlardan əsas fərqi gözəl, lakin real olmayan təsvir yaratmaqdır. Dəbli şəkillər yaşadığımız dövrü əks etdirir, həyat tərzimizi müəyyənləşdirir, istəklərimizi istiqamətləndirir. Bu şəkillərin çəkilmə məqsədlərindən biri də insanların seçiminə təsir etmək və onları düşündürməkdir. Verdiyin pozada sırf geyimə uyğun olmalıdır. Yəni geyim ön planda olmalıdır. Model də önəmlidir, düzdür. Model olmasa sən geyimi nümayiş elətdirə bilməzsən, geyimi ön plana çıxarda bilməzsən. Amma seçdiyin pozalar
əsas vurğusu geyim olmalıdır. Model deyil də geyim olmalıdır. Mən fashion şəkillərini sevirəm. Bu mənə uyğun bir çəkilişdir. Düşünürəm ki, belə şəkillər çəkdirmək üçün ilk növbədə gözəl görünüşə malik olmalısan. Dəbə uyğun düzgün geyim seçimi eləmək də burada əsas şərtdir. Qeyd etmək lazımdır ki, müasir dövrdə dəb sənayesinin ayrılmaz hissəsinə çevrilən fashion fotolara tələbat böyükdür. Dünyada tanınan ulduzların əksəriyyəti də karyeralarına məhz buradan start veriblər. Odur ki, əgər sizin də nə vaxtsa bu sahədə özünüzü sınamaq şansınız olsa, bu fürsəti lazımca dəyərləndirsəz yaxşı olar. Bəlkə gələcəyin fashion ulduzu elə sizsiz. Vüqar Səfərli, Ziya Allahyarov, Lider TV. Şirniyyatlar, konfetlər, tortlar, cürbəcür kökələr, mərc gəlməyə hazıram ki, bu dəqiqə əksəriyyətiniz mətbəxin yolunu tutmağa hazırsınız. Mən də böyük məmnuniyyətlə bir stəkan pürrəngi çayla adını çəkdiyim həmin ləzzətlərin dadına baxardım. Amma deyirlər, insan sağlam qalması üçün 3 bəyazı həyatından çıxarmalıdır. Nədir bunlar? Un, duz, bir də şəkər. Dadı ilə yıxıl öldü. Adamın damağını dada gətirən də elə bu üç ərzaq deyilmi? Bir də eşitmişəm ki, adam 21 gün ərzində eyni hərəkətləri təkrar edərsə, bu onda vərdişə çevrilir. Bəlkə mən də 21 günümü duzlu, şirin, un məmulatları olmadan keçirim. Görürsən, bunu alışaram. Bu məndə alınar. Təbii ki, alınar. Əgər Türkan Lülviyə imkan versələr. Biz dadlı bir şirniyyat hazırlayacağıq. Şirniyyat adlanır Praga tortu, yəni daha doğrusu Praga tortu hazırlayacağıq. Yəni ev şəraitində tez başa gələn bir tortdur və təbii ki, təbii ərzaqlardan istifadə olunacaq bu tortun hazırlanmasında. Bu işdə isə bizə usta Təranə xanım köməkçi olacaq. Bugün mən sizə Praga tortunu göstərəcəm. Praga tortu ev şəraitində, yəni hazırlanan Praga tortu. Yəni heç bir kimyəvi qatqısı olmadan ev şəraitində, yəni əlimizin altında nə var, ondan istifadə edəcəyik. Yumurtadır, şəkər tozudur. Biskvit çalmışıq və bu biskvit artıq hazırdır. Onu 4 hissəyə bölmüşəm. Buradakı isə dizedir. Kremimiz də ev şəraitində təmiz sliviçna yağla, quşona ilə hazırlanır. Yəni xanımlarımız bilir, evdə tort hazırlayarkən biz heç bir hazır kremlərdən istifadə eləmirik. Evdə yağ, tərəyağı və qatılaşdırılmış süd. Bizim kremimiz ancaq bundan ibarətdir. Birinci qatını yağlayırıq kremlə. Əvvəlcədən hazırladığımız bizedir. Bu da yumurtanın ağı ilə şəkər tozudur. Mikserlə çalmışam, deməli, elə bir ki, 3 dənə yumurtanın ağı, 1 stakan pisokla çalıb, bunu kiçik potda, qazda qurutmuşam da, belə deyək. Hər sloykanın arasına bunu yığırıq və ikinci kəsdiyimiz korcu qoyuruq bunun üstünə. Yəni, bunun arasında qoz da olmalıdır. Müştərinin xahişinə görə o qoz istəmir, ona görə də burada qoz biz əlavə eləməmişik. Amma belə əslində hazırlayanda hər sloykanın arasında qoz da tökürük. Qoz bizi və tortumuzu yağarıq. Tortun özü hündür tortdur da, yəni evdə ev şəraitində deyəndə biz biraz bunu 3 qat da eləyə bilərik. Amma indi mən bunu 4 qatla elədim, biraz hündür vəziyyətdə. Qaldı bunu bəzəmək.
Xanımlar, yəni ev şəraitində Bəli, xanımlarımız heç bir çətinliyi yoxdur. Ev şəraitində bunu asanlıqla hazırlaya bilərlər. Sadə, həm də gözəl. Demək olar ki, tortumuz hazır. Üzərinə başqa bir şeylər nəsə qoymayacaq. Üzərinə əgər bu şokoladla olsaydı, deməli biskviti də olacaqdı, kakao əlavə edəcəkdik və bunun üzərinə şokoladdan glazur tökmək olar. Amma bu tortun özü ağ praqadır deyə, ağ praqa. Yəni plambir gedir. Ona görə də mən buna heç bir şokolad, heç bir. Bunun özü sadə. Tez bir zamanda başa gəldi bu tort. Görüntüsünə söz ola bilməz, çox maraqlı və gözəl görüntüsü var. Dadı da yəqin ki, yaxşı olacaq, əladır hər halda. Və bu neçə dəqiqə tam hazır olacaq? Yəni neçə dəqiqədən sonra bunu tam yeyə bilərlər? Əslində bu 1 saat hardasa qalmalıdır soyuducuda. Onda daha dadlı olur. Bizdən bu qədər. Ülvi Elxan qızı, Elşad Məmmədov, Liter TV. Bax belə, bir dadlı sujetin də sonuna beləcə gəlib çatdıq. İndi gəl pəhriz saxla görüm necə saxlayırsan. Sonra da deyirlər, Nurlan kökəlmisən, biraz arıqla. Neysə, bugünlük bizdən bu qədər. Sabah yenidən görüşünüzə gələcəyik. Odur ki, bizi izləməkdə davam edin. Sağ olun, salamat qalın. Bax belə, bir dadlı sujetin Deyirəm bu maraqçı var, deyirəm bu maraqçı var, deyirəm bu maraqçı var hərdən adamın başına. İstər elimdə belə praqmatik düşüncəli, getdi hə? Bu özəlliyi nədə hə? Sıradakı sujetinin qəhrəmanı ayda. Kökələr, mərciyələrəm ki, hazırda bu mərc üçün. Duzlu şirin bununla keçirim. Təbii ki, alına. Daha dinən yıxıl öldü.